Masallı rayonunun Mahmud Avar kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanovun idarə etdiyi Mercedes markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Kənar Rutullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb, faktla bağlı araşdırma aparılır. Gəncədə isə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şəhərin Xətai prospektində qeydə alınan hadisə zamanı VAZ 2110 markalı maşınla Great Wall markalı avtomobil toqquşub. Qəzada 2007-ci il təvəllüdlü İskəndər Yusifov, 2009-cu il təvəllüdlü Əli Bağırov, 1975-ci il təvəllüdlü Anar Musazadə və 2009-cu il təvəllüdlü Nərmin Musazadə xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta ağırdır. Baş vermiş hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb. Gəncədə evdən meyit tapılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, 1988-ci il təvəllüdlü Müzəffər Qasımovun meyiti yaxınlar tərəfindən yaşadığı evdə aşkarlanıb. İlkin ehtimala görə 38 yaşlı şəxs dərmandan zəhərlənərək həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb. Goranboyda isə qadın dəm qazından boğularaq ölüb. Hadisə rayonun Goran qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Gülşən Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib. Baş vermiş ölüm faktı ilə bağlı Goranboy rayon prokurorluğunda araşdırma tədbirləri aparılır. Martın 8-də Nərmanov rayon ərazisində Alzheimer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan